Kanada təhsil vizasından rədd cavabı almağa səbəblərin ən vacibindən danışacağım sizə. Diqqətlə sona qədər qulaq asın. Əgər siz də Kanada təhsil vizasına müraciət eləmək mərhələsindəsiniz və yaxud da artıq sənədləri vermisiniz, yoxlanışdadır və ya şirkətlərlə müraciət eləməkdə tərəddüd eləyirsinizsə, bu video sırf sizin üçündür. Diqqətlə sona qədər qulaq asmağınız mütləq ki sizə vacibdir. Deməli, Kanada təhsil vizasına müraciət eləyəndə adamların əksəriyyəti dəridən qabıqdan çıxır ki, ölkəyə qayıtmaq səbəbini güclü göstərsinlər, məcburiyyət göstərsinlər. Bax, bu birinci, belə deyim də sizə, ən vacib, lazımsız bir səbəblərdən. Bunu göstərməyə ehtiyac yoxdur. Ölkəyə qayıtmaq səbəbinizi göstərməyə ehtiyac yoxdur. Bunu qoyduq qırağa. İkinci məsələ, ən vacib məsələlərdən biri. Məzuniyyət planınızın olmamağı. Məzuniyyət planı nədir? İndi çox adam fikirləşir ki, mən hələ Kanadaya gəlməmişəm, necə məzuniyyət planı yazım? Bax, elə səhviniz buradadır sizin ki, indidən məzuniyyət olacağınız vaxtın planını qurub orada Letter of Explanation sənədində qeyd eləmirsiniz. Bax, gözəl insanlar, ən vacib səbəblərdən budur. Siz profesional bir insan kimi, akademik insan kimi göstərməlisiniz özünüzü bu təhsil vizasında. Adı üstündə təhsil vizası, akademik vizadır bu. Siz ora nə gəldi, emosional məlumatlar, emosional cümlələr yazmağınıza ehtiyac yoxdur. Belə deyim, qohumlara bağlılıq, ailəyə bağlılıq, nə bilim, xəstəyə baxmaq, bu kimi şeyləri tamam unudun. Oldu? Tamamilə unutmalısınız bunu. Fokuslanın siz akademik məsələlərə. Məzuniyyət planını güclü yazmalısınız. Məzuniyyət planı nədir? Yəni, məzun olduqdan sonraki mərhələ, təhsili bitirəndən sonra nələri əldə eləyib, nələrə bunu apply eləyəcəksiniz. Yəni, apply eləyəcəksiniz nədir bilmirəm. Yəni, implication eləyəcəksiniz bunu təhsili bitirəndən sonra. Öyrəndiklərinizi nəyə tətbiq eləyəcəksiniz tapdım. Onu düzgün yazmalısınız. Əgər bunu yaza bilmirsinizsə, unudun. Yəni, təhsil vizası bu şey boş şeydir sizin üçün. Düzgün bir sənədləşmə yazmağın yollarını öyrənmək istəyənlər, təhsil vizasından tərəddüd eləyənlər, mentorluğa yazılsınlar. Bax, mən yenə də deyirəm, mənim üçün heç bir problem yoxdur. Şirkətlə müraciət edirsiniz, eləyin, öz işinizdir. Özünüz müraciət eləmək istəyirsiniz, buyurun. Amma sənədlərin düzgün yazılmaq qaydalarını öyrənmək istəyirsinizsə, YouTube-da belə deyim, en qədər video ola bilər. Amma siz onu öz dilinizdə başa düşə bilməyəcəksiniz deyə İngilis dilində verilir və yaxud da Rus dilində verilir, Türk dilində verilir YouTube kanallarında. Siz onu başa düşmürsünüz. Amma mən sizlə görüş eləyəndə bir-bir onun yazılmaq qaydasını öyrədəcəm. Və mən sizə yazdığınız sənədləri tam yazılana qədər yoxlanış verirəm, feedback verirəm sizə. Düzəlişləri qeyd eləyirəm ora. Düzəliş eləyirsiniz, göndərirsiniz, təzədən yoxlayıram. Bax, bu kimi dəstəyi mən öz tələbələrimə göstərirəm. Mentorluğa yazılmaq istəyənlər profildəki linkdən yazılsınlar. Mentorluq ödənişlidir. Bax, indidən deyirəm sizə. Mentorluq ödənişlidir. Nə endirim, nə bilimi sonra gələndən sonra verərəm. Belə boş-boş şeylər eləməyin. Yəni, bu kimi söhbəti eləyən insanlar 100% ki, Kanadaya viza müraciətində ciddi olmayan insanlardır. Özünüzdən müqayyət olun, hələlik.